Herkese salam. Uzun zamanlardır video paylaşmırdım. Bunun bir-iki səbəbi var idi. Ən əsas səbəblərindən biri isə bir anlıq qısa bir depressiyaya girmişdim. Hər kəs mənə deyirdi ki, sən hələ cavansan, niyə bu qədər enerjisizsən və yaxud da bir zamanlar sən bunu çox istəyirdin, niyə indi belə naşükür yanaşırsan? Mənə bu sözü deyəndə həqiqətən də bir anlıq özümü xatırladım. 14 yaşım olanda YouTube'dan qızlara baxırdım. Necə deyim, universitet həyatlarını çəkirdilər, praktika vaxtlarını çəkirdilər və yaxud da sadəcə bir coffee shop-a gedəndə video çəkirdilər. Mən də deyirdim ki, bir gün mən də belə eləyəcəm, amma atam icazə vermədiyinə görə çəkə bilmirdim. O vaxtlar mənə o imkanı tanısaydılar, bəlkə də həvəslə başlayardım və yaxud da indiki kimi olardım. Unudardım istəklərimi və etməzdim. Və birdən mənə bunu deyəndə wish map'imə baxdım. Bir əvvəli xatırladım. Dedim ki, doğrudan bir zamanlar mənim xəyalımda olan şeyləri indi əldə etmişəm. Amma insan naşükür bir varlıqdır. Yəni ən azından naşükürlüyə daha meylliyik, belə deyim. Xəyalımda olan bir şeyləri əldə etdikdən bir zaman sonra onları artıq istəmirəm və yaxud da tez bezirəm. Mənə görə bunlardan ən böyük səbəb şükür eləməməkdir. Çünki bir zamanlar mənim ən böyük xəyalım, hətta bir gün vaxtım olsa elə bir video paylaşacağam. 2016-2018-dən bu yana mən ancaq şey paylaşmışam. Ancaq belə bir şey yazmışam. 2017 xəyallarım Brexit. 2018 xəyallarım Brexit. 2019 xəyallarım Brexit. Çünki mənim danışığımda bəzi cığ səsləri çox pis vurğulanır istəməyərəkdən. Və mən deyirdim ki, Brexitdən sonra düzələcəyim. Və wish map'imdə də var. Görürsünüz. Bu il mən indi çox şükür Brexit taxdırmışam və belə edirəm. Ayda bezdim, ağrıyır. Bunun təmizlənməsi üçün də özəl qulluq lazımdır. Bəzən deyirəm ki, ayda hər gecə bunu istəmirəm. Sonradan birdən belə oldum ki, əgər bu ildə taxdırmasaydım 2027 xəyallarıma gələcəkdim. Ona görə oturdum bir fikirləşdim ki, mən nə istəyirdim və hal-hazırda o istəklərimdən nələr əlimdə var. 10 şeydən 4-ü əlimdədir və mən yenə naşükür eləyirəm. Mənim kimi ailəsi olan milyonlarca adam var. Fikirləşirəm ki, mən hələ də onlar kimi ola bilərdim. Bu qədər çalış, çabala, ailənə də ki, nə olar açım eləyim. Sonra da gəl belə həvəssizcə yanaş. Yaxşı deyil. Bunu öz üzərimdən götürsək, birisi məndən bir şey çox istəyir. Məsələn, bu sepimi. İstəyir ki, nə olar ver mənə, nə olar ver mənə. Bunu istəyirəm, hər gün istəyir, hər gün istəyir. Mən bir gün ona çıxarıb verirəm bu boyunbağımı və o taxmır. Atır bir kənara. Mənə pis təsir eləyər. Mən də düşündüm ki, yaradıcı Allah mənə bu həyatı verib və mən hal-hazırda naşükürlük eləyirəm. Mənim ətrafımdakı qızlar dediyim kimi mənə deyirdilər ki, elə bir gözünün işığı sönübdür. Fikirləşdim ki, bəs mənim gözümün işığı, yəni açıq, aydın olan vaxtlar nə edirdim? Mənim vazgeçilməz bir alışqanlığım var. Hava biraz qızan kimi ice latte eləməyi çox sevirəm. Və düşündüm ki, mən 2 ildir ice latte içmirəm. Yəni içirəm sadəcə çöldə falan. Özüm hazırladığım amma daha şirin olur. Onu başa düşdüm ki, öz hazırladığım lattedən daha dadlı latte yoxdur. Onu başa düşdüm ki, əziyyətlə qazandığım şeylərdən daha qiymətli heç nə yoxdur. Bir zamanlar xəyalım olan Instagram, YouTube hesabları hal-hazırda əlimdə varkən buna şükür eləməm lazımdır. Ən bəsit şeylərdən deyək. Bu gün mən ayağa qalxıb öz istəyimlə bir marketə gedə bilirəmsə və yaxud da məzun ola bilirəmsə, bir çox şey, nəfəsimi rahatlıqla ala bilirəmsə, bunun qiymətini bilib buna şükür eləməm lazım. Xəstə olanda məsələn fikirləşirsiniz, ayda sağlam olsaydım durub özüm öz yeməyimi yeyərdim. Və yaxud da boğazınız ağrıyır, bu suyu rahat içə bilsəydim hər şey daha yaxşı olardı fikirləşirik. Amma sabah biz sağalanda suyumuzu rahat içəndə heç şükür eləmirik ki, ayda çox şükür bu suyu rahat içə bilirəm. Yəni əlimizdən bəzi şeylər alınmadan bunlara şükür eləyək və bunun fərqində olaq ki, həyat gözəldir. Belə deməyimə baxmayın, hər kəsin depressiya dönəmi olur. Depressiya dönəmi olanda da onu rahat yaşamağa çalışın. Mən bir anlıq fikirləşdim ki, əgər 5 il bundan əvvəl belə bir şans verilsəydi mənə, makyajımı rahat eləyə bilsəydim, telefonun qarşısına keçib rahat video çəkə bilsəydim, mən səhərdən axşama kimi makyajlı qalardım. İndi praktikaya gedəndə makyaj eləmirəm ki, bir də kimdə onu gəlib axşam silən. Amma indi bir anlıq belə fikirləşirəm ki, mənim hələ o makyajımı 1000 dəfə eləyib silən vaxtlarımdır. Biraz qocaldım sanki 1-2 ayın içərisində. Bilmirəm niyə belə oldu. Ətrafımla mı əlaqəli idi? Yox. Hər bir şey öz seçimim idi və mən bunu seçmişdim. İndi hiss elədim ki, bayaqdan çox yaxından danışıram. Acaba YouTube'un orası başımı silərmi?
silsə də silməsə də yavaş-yavaş öyrənəcəyik. Çünki mən bura video atmağa davam edəcəm. İndi bilirsiniz necə bir şey oldu. Mənim bayaqdan telefonumda saxlama alanı bitir və mən yenidən alıram. Sən demək iCloud-a yükləmədiyim üçün tez-tez saxlama alanı dolu çıxır və mən buna rağmen video çəkirəm. Çünki mən bunu istəyirəm. Bunu istədiyim üçün 2 saat belə telefonda belə başımı əymişəm, tık 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 düzəldirəm, belə dururam, yenidən. Tık 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 dururam, yenidən. Bunu başa düşdüm ki, mən bunu istəyirəmsə, saxlama alanı dolu olsun, nə olursa olsun eləyəcəm. Amma istəmirəmsə, kiminsə zoru ilə eləyə bilməyəcəm. Və hal-hazırda yaşadığım həyatı mən bir zamanlar dəli kimi istəmişəm. Ona görə də ən yaxşısı şükr eləyin.